Deməli, Birinci Dünya Müharibəsinin başlamasına səbəb olan Avstriya Macaristan tronunun sahibi Frans Ferdinandın və arvadının güllələndiyi yer 28 iyun 1914-cü ildə. Bax, burada Sarayevada, bu körpünün adı Latın Körpüsüdür. Latın Körpüsünün yaxınlığında burada güllələnib. Please. Burada güllələnib və maşının originalı əslində mənim başqa videolarımda paylaşmışam. Maşının originalı şeydədir, Avstriyanın paytaxtı Viyanada hərb tarixi muzeyindədir. Bu maketdir yəqin ki, belə maket kimi qoyublar burada. Şəkil çəkdirmək də olur. Və bu da bir tarixi bir andır. Bax belə. Bunu qoyurlar, cəmaat burada şəkil çəkdirir. 1 euroya şəkildir. Çəkdirmək 1 euro bu şəkildir. Bu tarixi şəkillər orada qoyublar. Gavrila tərəfindən güllələnib prins. Bu da onun maşının maketi. Bu da həmin o Latın Körpüsü. Hansı ki burada güllələnib onun yaxınlığında Frans Ferdinand həyat yoldaşıyla bərabər. Çox maraqlı bir şeydir. Çay sulu çaydır, amma dibi görsənir. Bəzi yerlərdə balıqlar da var, balıqlar da saxlanılır, hətta ördəklər də var, amma aşırı dərəcədə də olmasa da gördüyüm çayların içində ən təmiz çaylardan birisi budur. Məsələn ki, Romanın paytaxtındakı çay o qədər təmiz deyildi. Bu təmiz çaylardan birisidir, bunu da deyim. Bu şəkildə gedir, çay təmiz, axar su, balıqlar da var. Çox gözəl, təmiz, sakit. Və həmçinin bütün yerlərdə olduğu kimi körpülərin üstündə sevgililər tərəfindən qıfıllar bağlanılır. İnanırlar, batil bir inançdır, amma yenə də var, burada da var, burada da belədir. Macaristanda da körpüdə var, Romada da var, görmüşük, Viyanada da görmüşük, bu da buradakı bir adətdir, hər yerdə davam edilir.